Əziz və dəyərli izləyicilərim, Xırdalan Əmlak kanalı izləyicilərim, gəlin və bu evi alın. Sizlərə Xırdalanda möhtəşəm 3 mərtəbə həyət evi çəkib təqdim edirəm. Evimiz 5 və ya da 6 otaqdan ibarətdir. Möhtəşəm təmir olunub, şəxsi istifadə üçün kamera sistemindən tutmuş hər şey var və evin içi tam dolu əşyalı satılır. Evin həyəti ilə tanış olaq. Evin qarşısında maşın saxlamaq üçün yer var. Baxın, burada belə bir yer yığılıb. Belə qəşəng səliqəli. Əl üz yumaq üçün, qab yumaq üçün. Kombinin yeri buradadır. Neotex-dir kombisi. Burada gülləri, ağacları, çiçəkləri də baxın, burada da qəşəng səliqəli ağaclar əkilib. Həyətə maşın daxil olur, amma həyətə maşın saxlamağa ehtiyac yox, çöldə çünki yeri var. Güllərini çək təqdim elə. Görsən qəşəng səliqəlidir. Bura yay üçün nəzərdə tutulub, camla yığılıb, şüşə ilə yanıb. Burada yerləşir evin mətbəx hissəsi. Burada yay mətbəxidir, pəncərəsi oradadır. Gəl bura. Burada hamam sanuzeli var. Biraz tez-tez hərəkət elə, müştərilərə göstərə bilir. Hamam sanuzelidir burada. 2-ci mərtəbə, 3-cü mərtəbə, hər biri möhtəşəm təmir olunub, əziz izləyicilərim. Keçirik buradan evin 1-ci mərtəbəsindəki mətbəxinə. Bax, belə bir geniş, artıq əşyalarınızı yığmaq üçün də yer mövcuddur. Tam olaraq dön. Tam olaraq göstər. Bax, burada da mətbəxidir. Paltar yuyan, soyuducu. İndi burada ikinci əldir. Yuxarıdakılar amma ideal təzədir. Təp-təzədir. Deməli, Xırdalanda 8 saylı məktəbin yanında yerləşir evimiz. Həyətini göstər. Qalxaq yuxarıya doğru. Evin həyətini bir daha göstəririk. Daxil oluruq evin giriş hissəsinə. Əsas giriş hissəsi buradadır. Gəl qardaş. Burada bax, görürsünüz, kamera sistemi qoşuldu, hazır. Dəhlizidir, keçirik buradan evin geniş bir dənə qonaq otağı. Görünən əşyaların hər biri qalmaq şərti ilə satılır. Evdə də ucuz əşya yoxdur, hamısı bahalı əşyalardır. Keçək, deməli, evin digər otaqlarını çəkim sizə təqdim edim. Keçək evin, baxın, burada qladovkasıdır, burada hamam sanuzelidir, 1-ci mərtəbədə olan, daha doğrusu 2-ci mərtəbədə olan. Burada yerləşir evin mətbəxi, mətbəx mebeli, paltar yuyanı, soyuducusu, televizoru, mikronovkası, hər şey mövcuddur. Axıra kimi mətbəx mebeli də yığılıb, pəncərəsinin qarşısı açıqdır. İndi isə qalxaq evin 3-cü mərtəbəsinə doğru. Göstərim 3-cü mərtəbə. Evin 3-cü mərtəbəsidir. Geniş, səliqəli, bax, dəhlizi. Bir otaq boyda bunun dəhlizi var. Gəl bura. Burada evin yataq otaqlarından biridir. Yəni uşaq yataq otağıdır. Möhtəşəm evdir. Nəzərinizə çatdırıram ki, qiyməti də çox gözəl bir qiymətdir. Yenə də hamamı sanuzeli. 3 dənə hamam sanuzeli var. 1, 2, 3-cü mərtəbədə. Burada da yerləşir evin digər yataq otağı. Evimiz 3 mərtəbədən ibarət. Burada da əsas yataq otağıdır. Bu yataq otağının balkona çıxmaq üçün yeri var, amma çıxmırıq. Deməli, satış qiymət təyin olunub 133.000 manat. 3 mərtəbə, deməli, 6 otaqdan ibarətdir. Sənədi kupçadır, kupçası hazır əldədir. Evdə görünən bütün əşyalarla bir işə satılır. Gəlin, baxın, sağ olun.